Ey gözlərin görə bilmədiyi, xəyal və zənlərin əhatə edə bilmədiyi, vəsf edənlərin vəsf edə bilmədiyi, müsibətlərin təsir edə bilmədiyi və zamanın afətlərindən qorxmayan, ey dağların ağırlığını, dənizlərin həzmini, yağış damlalarının sayını və ağac yarpaqlarının ədədini bilən, ey gecə qaranlığının örtdüyü şeylərin və gündüzün işığının çatdığı şeylərin sayını bilən, nə bir səma digər bir səmanı, nə bir yer təbəqəsi digər bir yeri, nə bir dəniz öz dərinliklərindəkini, nə bir dağ öz qayalarının içindəkini ondan gizləyə bilmədiyi, ey əzəmətini vəsf etmək üçün kəlmələrin yetmədiyi, əzəmət sahibi olan Allahım. Sən ömrümün sonunu ömrümün ən xeyirli anı elə, ən son əməlimi ən xeyirli əməlim elə ya Rabbi. Günlərimin ən xeyirlisini sənə qovuşduğum gün elə Allahım. ومن الخواطر أوسعها ومن حوائج الدنيا والآخرة ما يرضيك عنا